Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bölgə TV-yə verilən məlumata əsasən, ölkə ərazisinin bəzi rayonlarında hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərə qar yağıb. Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada 6, Daşkəsəndə 4, Rıvarutda 1 sm-dir. Düşən yağıntının miqdarı Lerikdə 7, Bakıda və Abşeron yarımadasında eyni zamanda Astara, Qusarda 3, Qubada 2, Xaltan, Şamaxı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Qırız, Cəllabad, Kəlbəcər, Laçın, Naxçıvanda 1 mm-dir. Qırız, Sabirabad, Lerik, Naftalanda duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 8, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb. Rəna Rövşən qızı, BTV.